Selam dostlar. Bu danışığımızın konusu september ayının sonlarında Amerika'da geçilen seminer veya konferans hakkında olacaktır. Bir neçə ay bundan əvvəl, yəni deyərəm 8, hətta 9 ay, bəlkə 10 ay bundan əvvəl bir sıra fəaliyyətlər bu seminarın gerçəkləşməsinə başlanmışdır. Belirsiz bir iclas veya seminarın hiç zaten aydın olmayan iştirakçısı kimdi, kim orada olacak, kim danışacak, neden danışacaklar çok belirsiz bir durumudur ve ona göre bu dəvətlər çok ciddi alınmırdı. Xüsusən Amerikanın son zamanda İran devleti ilə çəlişkisinin artması ve gərginliyin artması, Ərəbistanı, Suudi ilə İranın gərginliyin artması, bu fəzada bu dəvətlər İran rejiminə sıxıntı ola deyə və ya siyasi bir alternativ qurulsun deyə bu dəvətlər fərqli kəsimlərə getmişdi. Amma hər kəsə yox. Əvvəldə bizim bildiyimiz yalnız qeyri-fars xalqların təşkilatı dəvət olmuşdu. Türk-Azərbaycanlılar tərəfindən bir nəfər, bəlkə təmsilci kimi bilmirəm, yaxın bir əlaqədə onun vasitəsilə Türk təşkilatlarının, aktivistlərin və təşkilatlarının istiqlalçı kəsiminin deyərəm hamısı bu iclasa dəvət olmuşdular. Bir tərəfdən də bu iclasa, bu dəvət yəni Kongre Milliyyət-i İran Federal adında da bir təşkilata dəvət gəlmişdi ki, bu iclasda iştirak etsinlər. Orada da aydın bir söz veya belirli bir söz yoktu. Çok belirsiz bir seminardı ve belə təsəvvür olurdu ki, Amerika devleti İran rejiminin opozisyonu, İran rejiminin karşısında bir denemek için bir seminer geçirtmək istəyir. Ama getdikcə veya bu yaxınlaşdıkça, bu zaman yaxınlaşdıkça ve darlaşdıkça daha çok aydınlaşır. Belli oldu ki, o iclasın veya konferansın son beyanatı da hazırmış. Yani kimse orada dəvət olurmuş, o beyanatı qəbul eləmə zorunda qalacaqmış. Yani onu qəbul edəcəkmiş, ondan sonra o seminarda veya o iclasda iştirak edəcəkmiş. Yavaş yavaş belli oldu ki, oradaki təsəvvür buydu ki, əvvəldə mərkəzin sağ kəsimi, ya nasyonalist, şovinist kəsimləri, səltənətçilər və o teyflər gələcəklər. Sonra son zamanda belli olur ki, mərkəzdən Mücahidin Xalq təşkilatı mərkəzi təmsil edən bir qrupdur burada. Bu seminarın geçməsi yavaş yavaş bu dəvət olanların tərəfindən sual ve sorguya uğradı ve yavaş yavaş itirazlar başlandı ve Mücahidin Xalqın orada olmasının bu iclasda başta oturması ve təyin edici rol oynaması büyük bir soruna ve büyük bir sual işaretlerine yol açtı. Herkes elbette öz bakış açısından bu hadisəni değerlendirir. Ama bu hadisə ya bu iclas veya seminer ne kadar ciddidir, ne kadar ciddi değeri, ne için, hangi amaçlarla gerçekleşme istəyir veya geçirilir diye buna bakmak lazımdır. Ona göre dikkat eləsəksə, burada dəvət olan gruplar Türk-Azərbaycan gruplarının istiqlalçı bölümləri, onun yanında Mücahidin Xalq, sonra Kongre Milliyyət-i İran, yani federal platforma inanan qeyri-fars milli qrupların təşkilatlarının mərkəzindən dəvət gəlib. Belə nəzərə gəlir ki,
sollar dəvət olmayıblar. Hətta səltənət təmayülü qruplarda dəvət olmayıblar. İlginç bir durum. Çox ilginç bir durum. Ne üçün bu qruplar? Ne üçün bu qədər çəlişkili qruplar? Yəni istiqlalçı, ki İrandan ayrılmaq istəyir. Bir tərəfdən də baxırıq görürük ki, Mücahidin Xalq, totaliter bir qrup. İranda unitar bir dövlət istəyən və xalqların milli demokratik istəklərindən düşmən olan bir qrup. Onu keçirmək istəyir. Bu kəsimləri, istiqlalçı kəsimi və ya Mücahidin Xalqı gətirib bu cür bir seminarda bir-birinin yanında qoymağın nə mənası ola bilər? Orada nə anlaşma ola bilər? Bunlar nə qədər bir-birinə yaxındırlar bu qruplar? Kongre Milliyyətə İranı Federal, yəni Cumhuriyyət və Federal platformuna inanan qruplar. Bir tərəfdən istiqlalçılar ki, əsasən İranı istəmirlər və İrandan ayrılmaq istəyirlər. Bir tərəfdən bir dənə totaliter bir təşkilat Mücahidin Xalq kimi bir araya gətirməyi və onu nümayiş etməyin İranın gələcək siyasətində nə təsir ola bilir? Nə anlaşma ola bilir? Nə yaxınlıq ola bilir? Və nə sonuc verir? Bildiyimiz qədər bu qrupların, istiqlalçı və federalçıların bir-birinin yanında durması, kimsə bir-birinə yaxınlaşmaq mümkün deyil. Bu qruplar, iki qrupların, xalqların təşkilatları ilə bir totaliter Mücahidin Xalq kimi təşkilatın heç bir-biri ilə əlaqə və yaxınlığı olmamağı və bunlar bir-biri ilə yəni inanılmaz dərəcədə ayrı və təxalüfdə olmalı bir qruplar necə bir araya gəlmək istəyirlər? Bunu kim bu qrupları bir araya gətirmək istəyir və nə sonuc almaq istəyir? Təsəvvürüm budur ki, bu iclas yalnız və yalnız İranın devlətinin ciddi müxaliflərini deyərək, yəni istiqlalçılar ki, İranı parçalamaq istəyirlər və federalçılar ki, əsasən İranda mərkəzçi və unitar dövlətin ciddi müxalifidirlər və bir tərəfdən də Mücahidin Xalq, totaliter bir dəstgah, totaliter bir təşkilat. Bunların araya gəlməsi, bir araya dəvət olması, bir iclasda, seminarda iştirak etməsinin nəticəsi nə ola bilər? Heç sonuc olmaz. Bir nəticəsi var. Bir sonuc ola bilər. O da bir nümayişdir İrana gözdağı verməkdən ötür. İran dövlətinə gözdağı verməkdən ötür bu qruplar oraya dəvət olurlar. Əlbəttə ki, bu qruplar oraya dəvət olurlar. Mücahidin Xalq olan yerdə, yəni yüksək bir güclü, yəni təşkilatın güclü və çox pullu bir təşkilatın oraya yığışması və əzasının oraya yığışmağı o Mücahidin Xalqın təbliğatı cəmbəsindən əlbəttə ki, onlar üçün yaxşıdır. Amma zəif qruplar üçün, milli qruplar üçün yalnız nümayişi rol oynamaq ola bilərdir. Bir dənə bir başqa alternativ vardı bu arada. Bəzi təşkilatlar bu sözü ortaya qoyublar. Yəni bu taktiki ortaya qoyublar ki, o seminarda iştirak etmək Mücahidin Xalqın müxalifləri, qeyri-fars təşkilatlarının orada bir araya gəlmələri və Mücahidin Xalqın bu alternativi ki, biz o nümayişdən yalnız Mücahidin Xalq bəhrəbərdarlıq etsin, təzadlı və çəlişkini ortaya və meydana qoymaqla göstərsin mediaya, orada mediasının mənsublarına ki, İranda siyasi alternativi Mücahidin Xalq deyir yalnız. Müxalifətdə başqa konular da var. Əlbəttə, bu taktik o zaman düz ola bilərdi. O zaman yəni bir sonuc verərdi ki, eləyə bilsinlər, o qədər güc toplasınlar, nümayişi güc toplasınlar ki, orada göstərsinlər ki, İranın gələcək siyasi alternativdə Mücahidinin, totaliter Mücahidinin unitar alternativi yox, bəlkə İranda federativ cumhuriyyət və demokratik alternativi vardır göstərsin deyə. Əgərsə federal platformun, cumhuriyyət və federal platformun bu gücü var isə və qeyri-fars xalqların hərəkatının bu gücü var idi ki,
mücahidin xalqının qarşısında özünü nümayiş etdirsin və ondan güclü görsənsin, əlbəttə ki, düz taktik olardı. Amma buna inanmıram ki, və belə bir şey də yoxdur ki, bu qrupların orada toplanması mücahidin xalqın dalısında olan milyonlarca pul, bəlirsiz hardan gəlmiş pullar və onların vasitəsilə hətta qeyri-İranlıları yığıb pul verməklə gəlib bu yürüyüşlərdə və təzahüratlarda iştirak eləməyi, onların gücünə qələbə çalmaq orada mümkün olmaz. Buna görə qeyri-fars xalqların iştirakı bu iclasda yalnız mücahidin xalqın nəfinə, bir tərəfdən də yalnız bir taktiki formada Amerikanın İrana göz dağı verməsi taktikinə bir yardımcı olurdu. Sonuç bizim təşkilatlara, bizim xalqlara, qeyri-fars xalqlara və qeyri-fars xalqların milli demokratik hərəkatlarına heç bir olumlu bir sonuç verə bilməz. Məncə, Türk Milli Hərəkatına aid təşkilatlar, şəxslər və fəallar bu hərəkətdəki yalnız bir görüntü forma və nəmayişi modeli vardı və yalnız göz dağı vermək İran rejiminin üçündür. Heç bir bizə olumlu bir sonucu yoxdur, yəni qeyri-fars xalqların sonucu yoxdur. Orada iştirak etmək yanlış və ziyan vericidir. Orada mücahidin xalqın yalnız özünün bu nümayişdə iştirak etməsi geçmişlər kimin bir sonuc verir. Yəni, heç bir qrup mücahidin xalqa yaxınlaşmaz. Xüsusən qeyri-fars xalqlara aid olan təşkilatlar, onlara mənsub şəxsiyyətlər heç zaman bu hərəkatın yanında durmazlar ki, eləyə bilsinlər. Həm Amerikanın nümayişi taktiklərinə təyid möhrü vursunlar, təsdiq eləsinlər və həm də mücahidin xalq bir totaliter qrup və İranda bir uniter sistemin istəyən bir qrupun yanında birlikdə əməl eləsinlər. Və hətta o iclasın keçirilməsi Türk Milli Demokratik Hərəkatının maraqlarına qarşı olmasını göstərməliyik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.